Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Aytəkin Mərdanova sosial şəbəkələrdə tənqid edilib. Bildirilir ki, buna səbəb onun qonaqcanlı verilişində mərhum əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhraya verdiyi suallar olub. Belə ki, aparıcı əməkdar artist Dilarə Əliyevanı təbrik etmək üçün efirə çıxan Zəhranın yanında anasının vəfatından danışıb. Bu zaman Dilarə Əliyeva mimika və jestləri ilə ondan söhbəti dəyişməsini istəyib. Aktrisa aparıcının mövzuya davam etdiyini görərək özü mövzunu dəyişib. Aytəkin Mərdanovanın bu addımı sosial mediada müzakirə yaradıb. İstifadəçilər Zəhranın gözünə dolduğunu yazaraq aparıcıya irad bildiriblər.